Keçmişdən əldə etdiyi təcrübə ilə 25 ildən artıq Azərbaycan bazarında xidmət göstərən Qoç ət, son 10 ildə brend olmaq yolunda ciddi addımlar atmış və istehsal etdiyi məhsulları istehlakçıya çatdırmağı bacarmışdır. Keyfiyyətə və gigiyenaya daim önəm verərək istehsal edilən məhsullar Abşeronda, Zirə qəsəbəsində südlük heyvanlar üçün 15 hektar torpaq sahəsində 2100 kvadrat metr qapalı və 3500 kvadrat metr gəzinti sahəsində bəslənən heyvanlardan əldə edilir. Ayrıca ətlik heyvanlar üçün 5000 kvadrat metr qapalı sahə mövcuddur. Bundan əlavə, Avropa standartlarına uyğun olaraq 1000 baş buzov saxlamaq üçün yer və 300 baş damızlıq üçün yerimiz mövcuddur. İllik 10.000 ton yem istehsalından tutmuş ət istehsalına qədər bütün prosesi özündə cəmləşdirən Qoç ət, yem bitkisi yetişdirmək üçün torpaqları, yem bölməsi, kəsim və ət emalı müəssisələri ilə inteqrasiya olunmuş struktura malikdir. Heyvanlarımız öz ərazilərimizdə tam təbii yetişdirilən yemlərlə qidalandığı və böyük təsərrüfatlarda 24 saat baytar nəzarəti altında xüsusi şəraitdə saxlandığı üçün ətlərinin dadı ləzzətli və fərqlidir. Müəssisəmizdə heyvanların bütün peyvəndləri vaxtında və tam şəkildə baytar həkimlər tərəfindən aparılır. İslami qaydalara uyğun olaraq kəsim prosesi kəsimxanada peşəkar qəssablarımız tərəfindən başa çatdırıldıqdan sonra ət 24 saat soyuducuda dinləndirilir, sonra isə emal bölümündə gigiyenik şəraitdə hazırlanaraq qablaşdırılır. Halal sertifikata sahib olan şirkətimizdə yetişdirmə və istehsalın hər mərhələsinə baytar həkimlər və qida mühəndisləri tərəfindən nəzarət edilir. Qeyd olunan bütün proseslər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin qaydalarına əsasən aparılır və müasir texnoloji avadanlıqlardan istifadə olunur. Qoç ət Azərbaycanda dürüst və etibarlı brend olmaq üçün məhsulların keyfiyyəti, halallığı və yüksək səviyyəli xidməti ilə müştəri məmnunluğunu öz prinsipi kimi qəbul etməkdədir. Məhsullarımız 50-yə yaxın supermarket rəflərində, 9 filialdan ibarət restoran və fermer marketlərimizdə pərakəndə və ya topdan satış olaraq istehlakçılara çatdırılır. Bütün bu proses gigiyenik qaydalara uyğun olaraq soyuq qida zənciri halqasını qoruyaraq soyuducu maşınlarda dəqiqliklə həyata keçirilir. Qoç ət ilk olaraq 1997-ci ildə Bakı şəhəri Təbriz küçəsində kiçik bir fermer marketdə fəaliyyətə başlamış. Daha sonra ardıcıllıqla Nizami, Elmlər, Azadlıq, Nərimanov, Badamdar, Lökbatan və nəhayət 2021-ci ildə isə Azərbaycanda ilk olaraq böyük bir qürurla Şuşada 7-ci şöbəsini açmışdır. Müştərilərimiz yüksək keyfiyyətli müxtəlif çeşidli qırmızı və quş əti, o cümlədən süd məhsullarımızı bütün restoran və fermer marketlərimizdən ala bilərlər. Qoç ət keyfiyyətini artırmaq, müştərilərə daha yüksək xidmət göstərmək məqsədi ilə 2023-cü ildə yaradılmış təlim mərkəzində professional təlimçilər və peşəkar satış, marketinq komandası, qida mühəndisləri tərəfindən bütün işçi heyətinə mütəmadi olaraq standartlaşma, keyfiyyət, gigiyena və xidmət sahəsində təlimlər verir. Təlimi başa çatdıran işçilər Qoç ət təlim sertifikatı ilə təltif olunurlar. Qoç ət şirkəti yenə bir ilki gerçəkləşdirərək Azərbaycanın milli brendi olmağı bacarmış, öz komandasında 500-ə yaxın professional kadrları ilə 2024-cü ildən başlayaraq ölkəmizin bu əvəzolunmaz ləzzətlərini xarici ölkələrdə tanıtmaq, dövlətimizin ixrac potensialına töhfə verərək Azərbaycan brendini dünyaya tanıtmağı qarşıya məqsəd qoymuşdur. Bizə etibar edə bilərsiniz. Halallıqla xidmətinizdəyik.